Salam, hər vaxtınız xeyir olsun dostlar. Bugün bir məsələ ilə əlaqədar yenə öz fikrimi sizinlə bölüşmək istəyirəm. Yəqin ki, sosial şəbəkələrə siz də diqqət yetirirsiniz və Azər Freedom adlı bir YouTube televiziya kanalı var. Bunun da rəhbəri Qurban Məmmədovdur. Bu Qurban Məmmədov çıxır hər efirdə yayımlanan məlumatlara əsaslanaraq bunu deyirəm ki, çıxır hər dəfə bu tərtər hadisələrindən danışır. Özünü elə aparır ki, da bundan şərəfli, bundan namuslu, bundan ləyaqətli adam yoxdur. Xalqına can yandıran bir dənə Qurban Məmmədovdur. Amma onu bilmək istəyirsinizsə, bundan şərəfsiz, bundan ləyaqətsiz, bundan namussuz ikinci bir adam mən tanımıram. İnsan nə qədər şərəfsiz olar, insan nə qədər ləyaqətsiz olar, insan nə qədər namussuz olar. Sən öz ölkəni satırsan, bir onun sifətinə bax, bicdik yağır onun sifətindən. Bu şərəfsizin birinci telekanalını bağlamaq lazımdır ki, bu tərtər hadisələrini sən çürüdə, hara gətirib çıxardırsan? Ay şərəfsizə, bir qeyrət. Bircə məsələni mən sizinlə bölüşmək istəyirəm ki, əziz xalqım, əziz həmvətənlərim, bu Amerika-İsrail-İran münasibətlərində bu davam hansı ki müharibə gedir orada. Bu müharibədə orada görürsünüz nə qədər satqınlar üzə çıxartdı İran hakimiyyəti. Hakimiyyətin özündə nə qədər İsrailə işləyən satqınlar oldu, İsrailin özündə nə qədər İrana işləyən satqınlar oldu. Elə bütün ölkədə bu xəyanətkar, bu satqınlar doludur və bunlardan biri də bizim bu Qurban Məmmədovdur, Məhəmməd Mirzəlidir, Qabil Məmmədovdur, onunla Tural Sadıqlıdır. Bunlar da çox şərəfsiz, ləyaqətsiz. Bir Orduxan da var o biri tərəfdə, bir şərəfsiz, bir qeyrətin biri. Və bunlar Azərbaycanın satqınlarıdır. Biz onları üzə çıxartdıq. Bu sağ olsun bizim Ali Başkomandan. Onları üzə çıxartdıq ki, bu şərəfsizdir, bu bir qeyrətdir, bu satqındır. İndi gedib ölkə rəhbəri haqqında ağzına gələn orada danışırlar. Bunu erməni danışmır, bunu gürcü danışmır, bunu tatar danışmır. Və bunları danışdıran onların özləri deyil, öz başları üçün deyil ki, onları danışdırsa. Prezident İlham Əliyevin, Mehriban Əliyevanın birinci vitse-prezident ətrafında oturan insanlardır ki, bugün İlham Əliyevin hakimiyyətdən düşməsini gözləyirlər ki, tez bazar bunu hakimiyyətdən salar. Niyə? O qədər qudurublar, o qədər pullanıblar, o qədər azğınlaşıblar, bugün hakimiyyətə onlar özlərini soxmaq istəyirlər. Və bu cür hallardan daha sui-istifadə edirlər. Mən bir məsələni sizin nəzərinə çatdırıram ki, Azərbaycan millətinin çox böyük bir gərginliklərə, sıxıntılara, əzablara məruz qaldığını hiss eləyirəm mən. Hiss eləyirəm. Bu millət öz əllərinlə və bu millət deyəndə mən də bu millətin bir nümayəndəsiyəm. Mən bunları görürəm. Başına böyük bir corab örüb. Bu nədən ibarətdir? Siz təsəvvür eləyirsinizmi? Bax, bu xaricdə yaşayan blogerlərin baxışlarına baxırsan, dəhşətə gəlirsən ki, bu qədər insanlar bunları izləyirlər. Onlar nədən cəli gəlir? Çünki Azərbaycan artıq Azərbaycanda cahillikdir. Azərbaycanda biri-birinin deməli, yaxşı işini qəbul etmək mümkün deyil. Nazirlər oturubdur, ancaq öz adamlarını, ancaq özlərini idarə eləyirlər, özləri milyardlar əllərinin altında. Yerdə qalan orta təbəqə məhv olubdur. Azərbaycanda sahibkarlıq yoxdur. Siz təsəvvür eləyirsinizmi? 3 qonşu ölkə, Azərbaycan, Gürcüstan, Ermənistan. Orta aylıq əmək haqqı Ermənistanda da, Gürcüstanda da Azərbaycandakindən çoxdur. Amma neftimiz bizim var, yeraltı yerüstü sərvətlərimiz var. Və ölkənin rəhbəri bunları çox gözəl idarə eləyir. Amma idarə etməsinə baxmayaq, bir ölkənin rəhbəri 10 milyonluq bir xalqı idarə etmək üçün nə qədər ona baş lazımdır, nə qədər ona köməkçi lazımdır. Köməkçilərin də hamısı satqın. Hamısı satqın. Demək olar ki, 90% satqındır. Ölkədə baş verən negativ halların heç biri öz təsdiqini tapmır, qardaş. Siz təsəvvür edirsiniz, bax, indi görürsünüz, yağış yağdı, boran oldu, nə bilim, nələr oldu, əzab-əziyyət çəkən kim oldu? Prezidentin köməkçiləri olmadı ki. Heç bir nazir əzab-əziyyət çəkmədi ki. Heç bir idarə rəisi əzab-əziyyət çəkmədi. Əzab-əziyyət çəkən də yenə bizim xalqın nümayəndəsi oldu. Və buna baxmayaraq Azərbaycanda belə bir tendensiya formalaşdırıblar ki, hər bir hadisəyə prezident cavab verməlidir. Hər bir hadisəyə
birinci vitse-prezident cavab verməlidir. Birinin inəyi ölür, götürür Mehriban Əliyeva. Allah sənin balanı öldürsün, ay Mehriban. Allah sənin evini yıxsın, ay İlham. Bunu və hüquq mühafizə orqanları hara baxır? Hara baxır? Hadisə törətməyə, hadisə törədilir. Hadisə törədilir və bunu televiziya kanalları çəkir. Çəkəndən sonra polislə vətəndaşı üz-üzə qoyur ki, polis gəldi, tez bunu, bu məsələni yerində araşdırmağa və orada bir nəfəri döydü, bir nəfər, bu da polisin nüfuzuna xərər gətirir. Bunlar kimlər deyirlər? Prezidentin ətrafındakılar. Oturublar orada. Onlardır. Bugün onlar istəyirlər ki, prezident tez bazar vəzifədən indirilsin. O, prezident vəzifədən indiriləndə bunlar rahat ola bilərlər, bunlar istədikləri yerə qaça bilərlər, bunlar sərbəst o yığdığı milyardları xərcləyə bilərlər. Elə şey yoxdur. Bu günlərdə gördünüz, Kəmaləddin Heydərovun 30 milyon manat dollar, 30 milyon dollarlıq onun əmlakı Dubayda əmlakı aşkar olundu. Hələ bu bir məsələdir, bu da təsadüf olaraq aşkar olundu. Onu da sıraz dedilər ki, bu Kəmaləddinin deyil, bu Leyla Əliyevanındır. Yəni, Allah ölkəmizi qorusun, Allah prezidentimizi qorusun, Allah vitse-prezidentimizi qorusun. Bunu belə demək lazım. Bugün biz böyük günahlara işlədirik. Bugün ədaləti ədalətsizliklə əvəz edirik. Haqqı haqsızlıqla əvəz edirik. Namusu namussuzluqla əvəz edirik. Şərəfi şərəfsizliklə. Namusu satırıq. Bunu İlham Əliyev neynəsin? Əgər sənin qızın gedib oteldə şərəfsizlik eləyib, namussuzluq eləyib, namusunu satırsa buna İlham Əliyev neynəsin? Buna Mehriban Əliyeva neynəsin? Deyirsiniz, dolanacaq yeri yoxdur. Mən də başa düşürəm, dolanacaq yeri yoxdur. Gedin, gəlin bir yerdə çıxaq. İqtisadiyyat naziri Mikayıl Cabbarovdur da bizə bu vəziyyətə salan. İqtisadiyyatımızı məhv eləyən Mikayıl Cabbarovdur da. Sifətinə deyin də, siz deyin də. Biz deyəndə bəziləri deyir ki, bu nə deməkdir? Bəziləri də deyir ki, əgər mən indi bugün İlham Əliyev haqqında müsbət bir şey deyirəmsə, başlayırlar ki, yaltaqlanırsan. Ay şərəfsiz, mən yaltaqlanıram, sən yaltaqlanma. Sən dur dedə, sən dur dedə. Bu ölkəni niyə belə parçalamışıq? Bu ölkəni niyə belə bu vəziyyətə qoyuruq? Bu prezidenti niyə belə çıxılmaz vəziyyətə qoyuruq? Əgər bugün ölkənin rəhbəri bu məmurlar haqqında qətiyyətli bir addım atsa, siz bilirsiniz ölkə hansı vəziyyətə düşər. Onlar da əzələ nümayiş etdirəcəklər. Onlar da istəyəcəklər ki, tez bazar İlham Əliyevi uzaqlaşdıraq vəzifədən, Mehriban Əliyevanı uzaqlaşdıraq vəzifədən və onlar rahat nəfəs alsın. Bu qədər pulla onlar bu dəqiqə qırmaqdadır da. Kimdir onları buraxan bu qədər pulla? Mikayıl Cabbarovu buraxmaq olar, Kəmaləddin Heydərovu buraxmaq olar. Onlar, siz bilmirsiniz hansı yuvanın quşudur. Hansı yuvanın quşu olduğunu bilmirsiniz. Milyardları var hər birinin. Və digər nazirlər var. Bugün vergilər. Mikayıl Cabbarovu baxır da. Ağlarına gələni eləyirlər. Çünki Vergilər Nazirliyində Azərbaycan Respublikası vergi məcəlləsini tam şəkildə bilən adam yoxdur. Bunu bilmək lazımdır. Ancaq demək olar ki, cərimələrə ümid bağlamışıq, ancaq rüsumlara ümid bağlamışıq, ancaq nə bilim, belə sahibkarlıq yox, sahibkarlığa inkişaf dəstəyi yox. Hamısı məhv olub. Ölkədə nə var, hamısını məhv eləyir Mikayıl Cabbarov. Və bilərəkdən Mikayıl Cabbarov bunları məhv eləyirdi. Bugün deyirlər ki, məsəl üçün, bravo Mehriban Əliyevanındır. Allah sənin evini yıxsın. Bravo da işləyən işçilərin hamısı Mehribanın qardaşı bacısı deyil ki. Sizin adamlardır da, sizin işçilərdir. Ancaq bunu Mehriban Əliyevanın adından gətirib ona görə bağlayırlar ki, Mehriban Əliyevanı gözü kölgəli eləsin. Və orada öz əməllərini, çirkin əməllərini normal şəkildə həyata keçirə bilsinlər. Saxta sənədlərlə vaxtı keçmiş malları gətirsinlər, bu xalqa sırasınlar. Bunu Mehriban Əliyev eləmir ki, bunu bizim Azərbaycan xalqı eləyir. Bunu müsəlman eləyir. Harda şərəfsizlik, namussuzluq, vicdansızlıq varsa, bil ki, orada müsəlman əli var. Bunu dəfələrlə deyiblər. Mən demirəm ki. Bunu deyirlər. Bugün prezidentin ailəsi təhqir olunur. Mikayıl Cabbarov susub orada. Elə bil ağzına bir qoyurğa alıb orada susub. Amma Mikayılın arvadını təhqir eləsəydilər, indi çoxdan
E, bilirsiniz də indi neler olmuştu. Avrupa'ya gedibdi. Mikail'e orada bu Meyman Hüseynov'un kardeşi sual verir. Gözünü döyür. Elə bil ki iş buna hazır değil. Gözünü elə döyür ki orada. Elə bil iş buna hazır değil. Budur bizim nədəli. Buraya gələndə kresloda oturanda görürsən ki bunun səsi çıxır. Amma xaricə getsin, Avropaya getsin, olacaq nə? Bir balaca yumaq. Yumaq deyirlər də, balaca bir adam. Budur. İqtisadiyyatımızı gör kimin əlindəyik ki, biz konkret olaraq hamımız birləşib bir yerdə deməliyik ki, bizim iqtisadiyyatımızı məhv edən Mikail Cabbarovdur. Bizim Fövqəladə Hallar Naziri Kemaləddin Heydərovdur. Bunu bir yolluq demək lazımdır. O günü bilmirəm bu su ehtiyatları naziri var, adı Zaur Mikhailov. Kollektorlardan danışır ki 1600 ev kollektorun üzərində tikilib. Kemaləddin Heydərov buna necə icazə verirdi? Qardaş, bir